Deməli, başlayırıq sınağın izahına. Bildiyiniz kimi bu sınaq DİM sınaq toplulusundandır. Üçüncü qruplar üzrə. Sınaq 12. Birinci sualda qeyd olunur ki, xəritə sxemə əsasən Altay dil ailəsinin qruplarına uyğun gələn ölkələri müəyyən edin. Bildiyiniz kimi Altay dil ailəsinin bir neçə dil qrupu var. Bunlardan biri Türk dil qrupudur. Həmçinin Monqol dili qrupu da var təbii ki. Tungus Mancur dili qrupu da var. Və Türk dili qrupu özlüyündə bir neçə yarım qrupa bölünür. Bunlar Oğuz, Qıpçaq, Uyğur və Bulqar dil qruplarıdır. Bilməlisiniz ki, müstəqil Türk dövlətləri arasında Bulqar dil qrupuna aid olan hər hansı bir Türk dövləti yoxdur. Müstəqil Türk dövlətləri hansılardır? Müstəqil Türk dövlətləri bildiyiniz kimi Türkiyədir, Qazaxıstandır, Özbəkistandır, Türkmenistandır və Qırğızıstandır. Deməli, əziz yoldaşlar, burada biz görürük ki, birinci verilmiş ölkə Türkiyədir. Həmçinin ikinci Qazaxıstandır, üçüncü Özbəkistan, beşinci Türkmenistan, dördüncü ise Qırğızıstandır. Bunlar arasında Oğuz olanlar Türkiye ve Türkmenistan'dır. Ona göre Oğuz'a 1 ve 5 uygun gelecektir. Kıpçak olanlar biz qeyd edəcəyik ki Qazaxıstan ve Qırğızistan olacaktır. Yani Kıpçak'a 2 ve 4 uygun gelecek. Uyğura ise tabii ki Özbekistan uygun gelecektir. Ona göre de biz deyəcəyik ki Uyğura da Özbekistan'ı seçəcəyik. Demək 1'e 1-5, 2'ye 2-4, 3'e de 3 olmaqla doğru cevabımız biz deyəcəyik ki B variantı olacaktır. Bir daha təkrar edirəm. Müstəqil Türk dövlətləri 6 dövlətdir. Bunlardan Azərbaycan, Türkiyə və Türkmenistan Oğuza aiddir. Qazaxıstan və Qırğızistan Qıpçaq, Özbəkistan isə Uyğur dil qrupuna aiddir. İkinci sualı nəzərə getirək. İkinci sualda qeyd olunur ki, Şimal yarımkürəsində günəş şüalarının maksimum düşmə uzağının 47 dərəcə olduğu paralel və bu paralelin keçdiyi ölkələri müəyyən edin. Gəlin baxaq görək, Şimal yarımkürəsində hansı paralel xəttidir ki, ora məhz günəşin düşmə uzağı maksimum 47 dərəcə ola bilər. Bunu tapmaq üçün biz bilirik ki, hər hansı bir paraleldə günəşin maksimum düşmə uzağı günəş ona ən yaxın olduğu zaman qeydə alınır. Şimal yarımkürəsində yerləşən məntəqələrdə günəşin maksimum düşmə uzağı günəş şimal tropik xətti üzərində zenitdə olduğu zaman qeydə alınır, bildiyiniz kimi. Yəni 23,5 şimal enliyi üzərində. Bu zaman deyəcəksən 90 dərəcə minus həmin paralel xəttinin hansı enlikdə yerləşdiyini bilmirik. X məntəqənin şimal yarımkürəsində olduğunu bilirik, düzdürmü? Günəşin şimal yarımkürəsində olduğunu bilirik. Ona görə burada minus olacaq. Hər ikisi eyni yarımkürədə olanda bilirsiniz ki, çıxmaq lazımdır. X minus 23,5 bərabərdir 47 dərəcə deyəcəyik. X minus 23,5 dərəcə bərabər olacaq 43 dərəcə. X də buradan bərabər olacaq 66,5 dərəcə. Demək, burada söhbət 66,5 şimal enliyindən gedir. Bildiyiniz üzrə 66,5 şimal enliyi şimal qütb dairəsidir. Və şimal qütb dairəsində günəşin maksimum düşmə uzağı 47 dərəcəyə bərabərdir. Biz indi şimal qütb dairəsinin kəsdiyi dövlətləri seçməliyik. Burada təbii ki, biz baxırıq ki, iki variantı uyğun gəlir. A variantı və D variantı. Bəlli məsələdir ki, şimal qütb dairəsi Qazaxıstanı, Almaniyanı və Fransanı kəsmədiyinə görə D variantı doğru ola bilməz. Amma şimal qütb dairəsi Kanadanın, Norveçi və Finlandiyanı kəsdiyi üçün doğru cavabımız olacaqdır. Elə A variantı. Xüsusiyyətlərin aid olduğu Türk dövlətini müəyyən edindir. Ərazisi iki qitədə yerləşir. Geosinkral quşaqda yerləşir. Ərazisindən axan çaylar iki okeana və daxili axar sövzəyə aiddir. Ümumiyyətlə, ərazisi iki qitədə yerləşən iki müstəqil Türk dövləti var. Bunun biri Türkiyədir, digəri isə Qazaxıstandır, bildiyiniz kimi. Qazaxıstanın bir hissəsi, geosinkral bir hissəsi platforma bölgəsidir. Daha doğrusu böyük bir hissəsi platformada yerləşir. Yəni tamamilə geosinkral quşaqda yerləşmir. Ümumiyyətlə Qazaxıstan ərazisində geosinkrallıq var. Yəni geosinkral quşaqda yerləşmir. Amma Türkiyə geosinkral quşaqda yerləşir. Alp-Himalay geosinkral quşağında yerləşir, bildiyiniz kimi. Və Türkiyənin çayları iki okeana və daxili axar sövzəyə aiddir. Belə ki, Türkiyənin Kür və Araz çayları daxili axar sövzəyə, yəni Xəzər dənizi hövzəsinə aiddir. Həmçinin Türkiyənin Qızılırmaq, Yaşılırmaq, Seyhan, Ceyhan kimi çayları Atlantik Okean hövzəsinə aiddir.
Dəzdə və Fərat çayları kimi çayları Hind okeanı hövzəsinə aiddir. Demək, burada söhbət gedir məhz Türkiyədən. Ona görə doğru cavabımız olacaq burada D variantı. Növbəti sualımız ölkələrə aid olan doğru ifadələri müəyyən edin deyir. Burada Kanada, Avstriya, Yaponiya, Avustraliya, Almanya və Norveçin adlarını görürsünüz. Oxşar və fərqli əlamətlər seçilməlidir. 1 və 4, yəni Kanada və Avstraliya ilə bağlıdır. Oxşar əlamət köçürmə kapitalizm ölkələridir. Bəli, Kanada və Avstraliya hər ikisi köçürmə kapitalizmdir. Bu iki dövlətin oxşar əlamətdir. Həmçinin deyir ki, məhz selüloz kağız məhsullarını ixrac edir. Hər ikisi selüloz kağız məhsullarının ixracına görə fərqlənir deyə bilməyəcəm. Ona görə ki, Kanada bu sahədə fərqlənsə də, Avstraliya selüloz kağız məhsullarının ixracına görə fərqlənmir. Yəni, bu selüloz kağız məhsulları ixrac edir ifadəsi biz deyəcəyik ki, bunların fərqli əlamətidir. Yəni, bunu doğru götürə bilərik. Demək, birinci sıra düzdür. 2 və 5, Avstriya və Almaniya deyə federativ ölkələrdir. Bəli, ikisi də bunun federativdir. İnzibati ərazi quruluşuna görə. Orta Avropa regionunda yerləşir. Orta Avropa regionunda yerləşməsi bu iki ölkənin fərqli yox, oxşar əlamətidir. Çünki Avstriya və Almaniya ikisi də Orta Avropa ölkəsidir. Ona görə biz bu fikri fərqli fikir kimi götürə bilmərik. Oxşar fikir kimi götürə bilərik. Ona görə bunu seçmirik. 3 və 5, Yaponiya və Almaniya avtomobil sənayesi inkişaf edib. Bəli, tənəzzüdə uğramış sənaye rayonları var. Deyirsə, hər ikisində tənəzzüdə uğramış sənaye rayonları yoxdur. Almaniyada var. Biz deyəcəyik ki, Yaponiyada görmürük. Çünki Almaniyada kömür sənayesinin olduğu Rur və Saar əraziləri köhnə tənəzzüdə uğramış sənaye bölgəsi olsa da Yaponiyada belə bir ərazi yoxdur. Yəni bu fikir fərqli fikir kimi götürülə bilər. Ona görə biz 3'ü götürürük. Yəni doğru, 3-cü sıra doğrudur. 1 və 6 Kanada və Norveçlə bağlı deyir ki, enerji istehsal seslərə əsaslanır. Kanadada da, Norveçdə də. Hər ikisində biz deyəcəyik ki, enerji istehsalı su elektrik stansiyalarına əsaslanır. Bu fikir oxşar fikirdir. Həmçinin deyir ki, Kanada və Norveç üçün fərqli əlamət federativ dövlətdir anlayışıdır. Bəli, Kanada federativ olsa da bilirsiniz ki, Norveç unitar inzibati ərazi quruluşuna malikdir. Bu fikir məhz fərqli fikirdir. Ona görə 4'ü doğru sıra kimi götürürük. 3 və 6 Yaponiya və Norveçlə bağlı deyir ki, ətli südlü heyvandarlıq inkişaf edib, hər ikisində ətli südlü heyvandarlıq inkişaf edib deyə bilərik. Problem deyil. Amma və lakin konstitusiya monarxiyadır anlayışı bilməlisiniz ki, fərqli yox, oxşar əlamətdir. Ona görə ki, həm Yaponiya, həm də Norveç hər ikisi idarə etmə formasına görə konstitusiyalı monarxiyadır. Yəni biz bunu fərqli əlamət kimi götürə bilmərik. Bu oxşar fikirdir. Ona görə 5'i seçmirik. Burada 1, 3 və 4 bizim sualımızın doğru cavabı olacaq. İki variantlar arasında baxın, doğru cavabın C variantı olduğunu görə bilərik. Növbəti sualımız ardıcıllığın doğru verildiyi bəndi müəyyən edin. Burada gözlük söhbət çaylardan gedir. Məsələn, Şəlvə çay Tikanlı çaya tökülmür. Şəlvədir, Hozazdır. Bunlar Həkəri çayın qollarıdır. Ona görə biz deyəcəyik ki, bu doğru ola bilməz. Tikanlı çay burada bir Şəlvə pozdur. Tikanlı çay Türyan çayı Kürə tökülür. Bax, bu hissə doğrudur. Amma Şəlvə Tikanlı çaya tökülmür. Çünki Şəlvə çay ümumiyyətlə Böyük Qafqazın yox, Kiçik Qafqazın çayıdır. Lasın rayonunda yerləşir. Həkəri çayın qoludur. Ona görə A variantında ardıcıllıq doğru deyil. Bəsit çay Həkəriyə tökülmür. Biz deyəcəyik ki, bəsit çay özü birbaşa Araza tökülür. Ona görə bu doğru ola bilməz. Katex çay əyri çaya tökülmür. Katex çay özü ayrılıqda Qanıq çayına tökülür. Hozaz Həkəriyə tökülür. Hozaz su. Hozaz su çayı Laçın rayonundadır. Həkər çayına tökülür. Həkəri Arazda Kürə tökülür. D variant doğrudur. Əslik çay Zəyəm çaya tökülmür. Çünki əslik çay Zəyəm çayın yox. Tovuz çayın qoludur. Tovuz çay da Kürə tökülür. Yəni G variantı doğru deyil. Burada doğru ardıcılıq olacaq D variantı. 6-cı sual. Sxemdə göstərmiş landşaftların yayıldığı ərazilərin fərqli xüsusiyyətlərini müəyyən edin. A variantı baxıram. Yarım səhra, dağ çöl, dağ kistofit. Aha, bax, dağ kistofit diqqətimi çəkdi. Subayb, Ayb, Subniva və Niva.
Subnival da var, Nival da var, Daxofi de var. Demek söhbət burada Naxçıvandan gedir də. Çünki Daxofi iki yerdə var. Lənkəran vilayətində və Naxçıvan vilayətində. Amma Lənkəran vilayətində Nival və Subnival yoxdur. Alp və Subab yoxdur. Yarım səhra yoxdur. Demək burada söhbət gedir Naxçıvandan. İndi bax ikinciyə bax. Daxofiti var, Qurut çölü var, Dağ meşə və Düzən meşə var. Bu artıq Lənkəran vilayətidir. Bunların nəyini istəyir? Fərqli xüsusiyyətlərini istəyir. Xarici ölkələr həmsərhəddir. Lənkəran da Naxçıvan da ikisi də xarici ölkənin həmsərhəddir. Lənkəran İranla, Naxçıvan da Türkiyə, İran və Ermənistanla sərhəd. Birinci fikir oxşar fikirdir. Mülayim isti iqlim tipi yayılıb. Bu Lənkəranda mülayim isti var, amma bildiyiniz kimi Naxçıvanda mülayim isti iqlim tipi yayılmayıb. Ona görə ikinci fikir fərqli fikirdir. Alçaq dağlıqda qonur meşə torpaqlar geniş yayılıb. Lənkəranda bəli. Lənkəranda bəli. Amma Naxçıvanda qonur torpaq yoxdur. Qəhvəyə dağ meşə torpağı var, amma qonur torpaq Naxçıvanda yoxdur. Ərazilərindən Sərhəd çayı keçir. İkisində də Sərhəd çayı var da. Naxçıvanda Araz çayını görə bilərsən, Sərhəd çayı kimi. Lənkəranda da Astara çayı və Bolqar çayı görə bilərsən. Yəni dördüncü fikir oxşar fikir. Kaynazo yaşlı suxurlar yayılıb. İkisində də kifayət qədər kaynazo yaşlı suxurlar var. Məsələn, Lənkəran vilayətinin Talış dağlarında kaynazo yaşlı paleogen və neogen dövrünə aid olan suxurlara görə bilərsən. Lənkəranda, Lənkəran ovalığında kaynazo erasının 4-cü dövr yaşlı suxurlarını görə bilərsən. Eyni zamanda Naxçıvanda və Zəngəzurda paleogen və neogen yaşlı suxurlar var. Paleogen, neogen də bilirsiniz ki, kaynazo erasının deməli dövrləridir. Ona görə hər ikisində kaynazo yaşlı suxurlar yayılıb. Oxşar fikirdir. Uçqun bənd mənşəli gölləri var, Naxçıvanın var. Məsələn, Batabat və Qanlı göl. Şahbuz rayonunda yerləşən, Dağçəmən landşaftında yerləşən bu göllər bildiyiniz üzrə uçqun bənd mənşəli göllərdir. Amma Lənkəran vilayətində uçqun bənd mənşəli göl yox. Ona görə 6-cı bəndi seçəcəyik. Doğru cavab 2, 3, 6 olacaq A variantı. Növbəti sualımız. İstehsalı xam mal və enerji mənbələrinə meyl edən əlvan metalları müəyyən edin. İstehsalı xam mala meyl göstərən əlbəttə birisi misdir. Burada mis hansıdır? Bax, bu şəhər-şəhərlər xırdalıyor. Bu dəmir filizidir. Dəmir filizidir bu. Bu nədir? Bu misdir. Bu nədir? Qalay. Bu nədir? Daş kömür. Bu nədir? Boksit. Ümumiyyətcə bunlar əlvan metal hansıdır? Bilirsən ki, dəmir filizi ümumiyyətcə qara metaldır. Yəni, ümumiyyətcə əlvan metal deyil. Burada söhbət əlvan metallardan gedir. Dəmir filizin bəri başdan çıxdın. Daş kömür də bildiyin kimi ümumiyyətcə metal deyil, yanacaq mənşəli faydalı qazıncı. 1 ilə 4 dəqiq cavab deyil. Ona görə A variantı, B variantı, C variantı ola bilməz. Sonra, istehsalı xam mala meyil göstərən, məsələn, misdir. Bilirsən ki, mis xam mala meyil göstərir. Çünki mis filizinin tərkibində metal miqdarı azdır. Ona görə də saflaşdırılması xam maldır olur. Ona görə, məsələn, buna biz seçə bilərik. Misi. Sonra, əslində biz bura qalay da seçə bilərik. Çünki hər ikisi, məsələn, mis Ant dağlarında və Mərkəzi Afrikada var, qalay da Cənub Şərqi Asiyada var. Cənub Şərqi Asiyada harada var? İndoneziyada var. Taylandda var. Bir də bilirsiniz ki, Malayziyada var. Burada ama D variantı olmaz. Çünki D variantında 2'ye 4 verip bizdə daş kömür variantından çıxmalıdır. Daş kömür əlvan deyil. Qaldı bir dənə Y variantımız. Yəni 1'e 2 enerji mənbələrində meyil göstərən bilirsiniz də bu boksitdir, alnitdir, nefelindir, magnezyum və titandır. Burada da boksiti seçəcəksən enerji mənbələrində meyil göstərən kimi. Çünki onun saflaşdırılması üçün güclü enerji lazımdır. Böyük Çin düzənliyində və Şimali Avustraliyada kifayət qədər boksit ehtiyatı var. Şimali Avustraliyada harada görəcəksən? York yatağında. Bilirsən də York yatağı boksitin hasilatına görə birincidir dünyada. Deməli, istehsalı xam mala əsaslanan kimi misi götürdük. Enerji mənbələrinin əsaslanan kimi isə boksiti götürdük ki, doğru cavab olacaq Y variantı. Aydındır.
Növbəti sualımız. Kənar və daxili dənizə çıxışı olan yarımadada yerləşən ölkələr. Aha. Deməli, baxaq görə birinci sırada. Oman yarımada ölkəsində, Ərəbistan yarımadasında yerləşir. Norveç Skandinaviya yarımadasında, Vyetnam da bilirsiniz ki, Hindçin yarımadasında yerləşir. Gəlin baxaq görək. Bunların üçünün də kənar dənizə çıxışı varmı? Omanın Ərəbistan dənizə çıxışı var, kənar dənizdir. Norveçin elə Norveç dənizinə, həmçinin Şimal dənizə çıxışı var. Bilirsiniz ki, hər ikisi kənar dənizdir. Vyetnamın Cənubi Çin dənizinə çıxışı var. Bilirsiniz ki, kənar dənizdir. Demək, bunun üçü də kənar dənizə çıxışı var. İkinci sıraya baxaq. Türkiyə, Səudiyyə Ərəbistan və Yunanistan. Üçü də bunun yarımada ölkəsidir. Belə ki, Türkiyə Kiçik Asiya yarımadasında, Səudiyyə Ərəbistan, Ərəbistan yarımadasında, Yunanistan da bilirsiniz ki, məhz Balkan yarımadasındadır. Türkiyənin sahillərini daxil dəniz olaraq Araq dənizi, Egey dənizi, Mərmərə dənizi və Qara dənizi yuyur. Səudiyyə Ərəbistanın sahillərini daxil dənizlərdən Qırmızı dənizi yuyur. Yunanistanın da sahillərini daxil dənizlərdən Egey dənizi, Adriatik dənizi, Araq dənizi kimi dənizlər yuyur. Deməli, elə A variantı doğrudur. Gələk digər variantlara. Portuqaliya yarımada ölkəsi olsa da, Portuqaliyanın sahillərini hər hansı bir kənar dəniz yumur. İspaniya yarımada ölkəsidir, amma İspaniya sahillərində biz ancaq daxil dənizi görürük, kənar dənizi yox. Daxil dəniz olaraq da görürük məhz Araq dənizini. Elə Yunanistan da sahillərini ancaq daxil dənizi yuyur, kənar dəniz yumur. Ona görə bir variant doğru ola bilməz. Rumıniyanın sahillərini də daxil dəniz yumur. Ancaq daha doğrusu kənar dəniz yumur, daxil dəniz yox. Rumıniya burada düzdür. Özümü yanıltdım. Rumıniyanın sahillərini daxil dəniz olan Qara dəniz yuyur. Albaniyanın sahillərini də biz deyəcəyik daxil dəniz yuyur. Birləşmiş Ərəb Əmirlikliyinin sahillərini amma daxil dəniz yumur. Orada hər hansı daxil dəniz yoxdur. Ona görə də məsələn bu ola bilməz. Hindistanın sahillərini kənar dəniz, məsələn, Lakodit dənizi yuyur. Düzdür. Avstraliyanın sahillərini kənar dənizi yuyur. Məsələn, Timor, Arafur, Mərcan, Tasman kimi dənizlər. Səudiyyə Ərəbistan amma sahillərini kənar dənizi yuyur. Ancaq daxil dəniz olan Qırmızı dənizi yuyur. Ona görə C variantı uyğun gəlmir. Və yaxud da ki, Finlandiyanın sahillərini ancaq daxil dəniz olan Baltik dənizi yuyur. Kənar dənizi yumur. Və ya da burada Səudiyyə Ərəbistan yenə variantlardan çıxır, qalır bir dənə A variantı. Sonra növbəti sualımız xəritə sxemi əsasında suvarma əkinçiliyinin inkişaf etdiyi ölkələr müəyyən edin. Suvarma əkinçiliyi əlbəttə sən bilirsən ki, quraq ərazilərdə həyata keçirilir də. Quraq ərazi olaraq da təbii ki, biz burada haranı seçə bilərik? Biz burada seçə bilərik məsələn, İranı niyə seçməyək ki? Mesela biz burada belə deyək ki, tənzimləyim. Daha yaxşı oldu. Mesela burada 3 İran ola bilər, 1 Özbekistan ola bilər və 6 Meksika ola bilər. Mesela bunlar quraq ərazilərə maliklər və suvarma əkinçiliyi, yəni irriqasiya əkinçiliyi burada var. İrriqasiya əkinçiliyi biz burada görə bilərik. Doğru da niyə burada B variantı olmasın ki? Burada Avropa ölkələrində daha çox yağıntı düşdüyü üçün burada heç suvarmaya ehtiyac yoxdur. Dəmiyə əkinçiliyi daha çoxdur. Burada 5-də əkinçilik yoxdur. Skandinaviya yarımadasında biz heyvandarlıqdır. Ora aqroiqlim ehtiyatlarına məhdud olduğu üçün biz orada əkinçilik görmürük. Əslən, ətlik, südlük istiqaməti heyvandarlıq verilir. Edirven diaqramına uyğun bəndlər deyil, müəyyən edin. Qərbi Sibir düzənliyi və Braziliya yaylası. Qalın çökmə suxlarla örtülmüşdür, təbii ki, Qərbi Sibir. Platformada yerləşir, təbii ki, ikisi də platformada yerləşir. Qərbi Sibir cavan platformadır, Braziliya yaylası da qədim Cənubi Amerika platformasında yerləşir. Yüngü əlvan metal xam malı ehtiyatı var, Braziliya yaylasındadır. Braziliya yaylasında yüngü əlvan metallardan boksit var. Yanar faydalı qazıntılar geniş yayılıb, əlbəttə Qərbi Sibirdə nefti var. Hontvana qurusuna aid olan ərazidə, Hontvana qurusuna Cənubi Amerika, Afrika, həmçinin Avstraliya və Antarktida, bir də Ərəbistan, Hindistan aiddir də bilirsiniz. Qərbi Sibir Lavrasiya qurusuna aiddir, amma Braziliya yaylası
Gondwana qurusuna aid olan Cənubi Amerikada yerləşir. Ona görə 5 gedəcək məhz Braziliyaya. Demək 1-ə 1, 4, 2-ə 3, 5, 3-ə də 2 olmağına doğru cavabımız olacaqdır. Məhz B variantı. 11. Qarabağ vulkanı yaylasında friz, qeyri-friz və mineral su seçməliyik. Məsələn, A variantında Qızılbulaq verib, amma Qızılbulaq Qarabağ vulkanı yaylasında yerləşmir. Çünki Qızılbulaq haradadır? Ağdərədə. Ağdərədə düşür Qarabağ sıra dağları fiziki coğrafi rayonundan. Olmaz. Paraqaçay, Diyaqçay. Bunlar mis molibden yatağıdır. Bunlar yerləşir Gümrüt Qapıcıq fiziki coğrafi rayonunda, Naxçıvanda. Bunlar Qarabağ vulkanı yaylasını görmür. Mehmana polimetal yatağıdır. Ağdərədə yerləşir və Qarabağ sıra dağları fiziki coğrafi rayonunda yerləşir. Olmaz. Qoşa Gədəbəydə olan qızıl yatağıdır. Hansı ki bu yataq Gəncə fiziki coğrafi rayonunda yerləşir. Olmaz. Qal D variant. Gəl baxaq gör, düzdürmü? Zod yatağı əslində burada Zod da uyğun gəlmir. Burada D variant uyğun gəlmir. Yox. Çünki Zod yatağı Qarabağ sıra dağlarındadır. Şərqi Göyçə silsiləsindədir. Hansı variant götürə bilərlər? Bir dənə tələsməyin. Deməli, Y variantı, D variantı, C variantı, B variantı dəqiq deyil. A variantına baxaq. Minkə mineral bulaq olaraq Qarabağ vulkanı yaylasına düşür. Perlit yatağı da düşür. Qızılbulaq. Qızılbulaq. Qızılbulaq yerləşir Ağdərədə. Bu da doğru cavab yoxsa var. Bu suala böyük bir sual. Bu sualda problem var. Çünki Qızılbulaq yatağı bilməlisiniz ki, Qarabağ sıra dağlarındadır. Ağdərə rayonunda yerləşir. Ceyrançölün qusar mühalif düzənliyi ilə fərqli Qobustanla oxşar xüsusiyyətləri. Xarici ölkə ilə həmsərətdir. Ceyrançöl qusar mühalif düzənliyindən fərqli olaraq xarici ölkə ilə həmsərətdir. Amma xarici ölkə ilə həmsərət olması Qobustanla oxşar əlamət deyil. Çünki Qobustanın da xarici ölkə çıxışı yoxdur. Ona görə biri seçmiyor. Ağır dendasyon relyef forması. Ağır dendasyon relyef formasında Ceyrançöldə rast gəlirik, qusar mühalif düzənliyində rast gəlmirik. Ona görə bu fikir Ceyrançöl ilə qusar mühalif düzənliyini fərqləndirir. Amma bu fikir Ceyrançöl ilə Qobustan üçün oxşar fikirdir. Çünki hər ikisində də ayrı dendasyon relyef var. Neogen yaşlı suxurlar rast gəlir. Bu fikir Ceyrançöl ilə qusarı bir-birinə fərqləndirə bilməz. Çünki neogen yaşlı suxurlar rast gəlir ifadəsi verilən 3 ərazi üçündə oxşardır. Ceyrançöldə də, qusar mühalif düzənliyində də, Qobustanda da neogen yaşlı suxurlar var. Ona görə 1 ilə 3 doğru olmaz. Ona görə D variantı, B variantı, C variantı getdi. Çaylarında palçıq sellər baş verir. Ceyrançöl ilə Qobustanda bəli, çaylarında palçıq sellər baş verir. Amma qusar mühalif düzənliyində əslində biz daşlı palçıq sellər görə bilərik. Palçıqlı sellər daha çox ayrı dendasyon relyefin olduğu ərazilərdədir. Ona görə 4'ü seçəcəyik. Bu fikir Ceyrançöl ilə Qobustan üçün oxşar, amma qusar mühalif düzənliyi üçün fərqlidir. Tektonik çökmə zonasında yerləşir. Ceyrançöl tektonik çökmə zonasında yerləşir. Qusar mühalif düzənliyi Böyük Qafqaz tektonik qalxmasında, Ceyrançöl iki tektonik əyilməsindədir. Bu fikir Ceyrançöl ilə qusar mühalif düzənliyini fərqləndirir. Amma və lakin bu fikir Ceyrançöl və Qobustan üçün oxşar fikir deyil. Niyə? Çünki Qobustan tektonik çökmədə yox, tektonik qalxma olan Böyük Qafqaz tektonik qalxmasında yerləşir. Ona görə 5'i seçməyin. A variantı olacaq. Yanar faydalı qazıntılar. Ceyrançöldə və Qobustanda yanar faydalı qazıntı var. Hər ikisində də biz neft ehtiyatı görə bilərik. Amma qusar mühalif düzənliyində yanar faydalı qazıntı yoxdur. Ona görə də biz 6'nı Ceyrançöl ilə Qobustan üçün oxşar, amma qusar mühalif düzənliyi üçün fərqli fikir kimi götürürük. Doğru cavab olacaq məhz A variantı. Sonra deməli 13. Fiziki coğrafi rayonların mütləq hündürlüğün artmasına görə sıralayın deyir. İndi burada başlayaq bunları sıralamağa. Verilən ərazilərə baxdığımız zaman görük Qobustan, Abşeron Qobustan fiziki coğrafi rayonu, ikinci Qobustan Abşeron fiziki coğrafi rayonudur. 1 Zaqatala Lahıs fiziki coğrafi rayonudur. 4
Gəncə fiziki coğrafi rayonudur. 2 isə Gündüz Qapıcıq fiziki coğrafi rayonudur. Deməli, burada əgər artmasına görə deyilsə, təbii ki, ən alçaq olan burada 2-dir. Qobustan. Çünki Qobustanda maksimal hündürlük 1000 metrə qədər. Çünki bura alçaq dağlıq ərazidir. Daha sonra gələcək Gəncə. Gəncədə maksimal hündürlük Qamışdağdır. Burada yerləşir. 3724 metr. Sonra gələcək Gündüz Qapıcıq. Çünki Gündüz Qapıcığın ən hündür zirvəsi 3904 metr hündürlüyü olan Qapıcıqdır. Deməli 2, 4, 3. Sonra gələcək Zaqatala. Çünki Zaqatalahın ən hündür zirvəsi Bazarcıdır. 4466 metr hündürlüyü var. Deməli bunlar arasında artma ardıcıllığı 2, 4, 3 və 1 olacaq. Yəni Y variantı. Həmin fiziki coğrafi rayonların ən maksimal hündürlüyünə görə götürürük. Exolotdan 4500 metr dərinliyə göndərilmiş siqnal neçə saniyə ərzində geri qayıdar? Deməli, 4500 metrə göndərilən səs siqnalı 4500 metr məsafə qət edəcək, gedəcək. Eyni zamanda təzədən 4500 metrdə ümumi məsafə qayıdacaq. Toplam neçə metr gedib gəlmiş olacaq? 9000, düzdürmü? Sən də bilirsən ki, 1 saniyəni 1500 metr 1 saniyəyə 1500 metr məsafə qət edir səs siqnalı. O zaman 9000 metr üçün nə qədər zaman lazımdır? Əlbəttə ki, 6 saniyə. Doğru cavab olacaq burada D variant. Bir daha təkrar edirəm. Exolotdan 4500 metr dərinliyə göndərilmiş səs siqnalı 4500 metr getdiyi kimi eyni zamanda 4500 metrdə geri qayıdacaq. Toplam 9000 metr məsafə qət etmiş olacaq. 9000 metrimiz də 6 saniyə vaxt tələb edir. Ona görə doğru cavab olacaq D variantı. Tamam. Sonra növbəti sualımız 15'dir. Landşaft quşaqlarının müvafiq olaraq çox və az müşahidə edildiyi dağları müəyyən edin. Landşaft quşaqlarının biz deyirik ki, çox olduğu dağlar təbii ki, cavan dağlardır. Məsələn, Himalay, məsələn, Pamir və yenidən fəallaşmış olan Tianşan dağları. Baxmayaq ki, əslində Tianşan dağları qədim dağlardır, amma bildiyiniz kimi yenidən fəallaşma getmiş və hündürlüyü maksimal 7439 metrdir. Ona görə Tianşan dağlarında da kifayət qədər landşaft quşağı var. Deməli, landşaft quşaqlarının müvafiq olaraq çox olduğu dağlar Himalay, Pamir və Tianşan olacaqdır. Amma landşaft quşaqlarının az olduğu dağlar Apalaç, Böyük Suayırcı və Kap dağları kimi qədim dağlar olacaqdır. Deməli, 1'ə 1, 3, 4, 2'ye 2, 5, 6 olmaqla Y variantı bu sualın doğru cavabıdır deyəcəyik. Növbəti sualımız əlamətlərin aid olduğu iqlim tipini müəyyən edin. Alçaq və orta dağlıq ərazilərdə rast gəlinir. Yayıldığı ərazilərdə həm dəmiyə, həm də suvarma əkinçiliyi inkişaf etmişdir. Kür dağ ərazi çökəkliyinin bir fiziki coğrafi rayonunda yayılmışdır. Burada alçaq və orta dağlıq ərazilərdə rast gəlinir ifadəsini deyən kimi, təbii ki, mən fikirləşirəm ki, bu mülayim istidir. Çünki mülayim isti haqqında biz demişik ki, alçaq və qismən də orta dağlıq ərazilərdə rast gəlinir. Təbii ki, mülayim istinin olduğu yerlərdə həm suvarma əkinçiliyi, həm dəmiyə əkinçiliyi görə bilərik. Kür dağ ərazisi çökəkliyinin bir fiziki coğrafi rayonunda yayılmışdır deyirsə, niyə bu qışı quraq gecə mülayim isti olmasın ki? Qışı quraq gecə mülayim istidə yağıntılar yaz və payız aylarına düşür. Burada dəmiyə əkinçiliyi də var, suvarma əkinçiliyi də var. Həmçinin biz Kür dağ arası vilayətinin Qanıq Əyriçay fiziki coğrafi rayonunda qışı quraq keçən mülayim isti iqlim yardım tipini görə bilərik. Ona görə də bu sualın doğru cavabı olacaqdır A variantı. Ümumiyyətlə, Kür dağ arası çökəkli fiziki coğrafi vilayəti deyirsə, bilirsiniz ki, bura aid olan fiziki coğrafi rayonlar Qanıq Əyriçay, Ceyrançol, Acınohur, Qazax Qarabağ, Arazboyu, Küdür Şirvan və Mərkəzi Aran fiziki coğrafi rayonlarıdır. Mütləq şəkildə bunlar sizin yadınızda qalmalıdır. 17. Dağın zirvəsində temperatur -6 dərəcə, 500 metr hündürlükdə 12 dərəcə olarsa, dəniz səviyyəsində temperaturu və dağın mütləq hündürlüyünü müəyyən edin. Demək, dağın zirvəsində qeyd olunur ki, temperatur nə qədərdir? -6 dərəcədir.
və 500 metr hündürlükdə temperatur da bərabər nə qədər? Müsbət 12 dərəcə. O zaman gəl ilk öncə tabaq görək. 0 metrdə bəs temperatur nəyə bərabər olacaq? 0 metrdən 500 metr arasında 500 metr təbii ki, hündürlük fərqi var. Hər 1000 metrə temperaturun 6 dərəcə dəyişdiyini biliriksə, 500 metrə nə qədər dəyişəcək? Təbii ki, 3 dərəcə. Onda belə çıxır ki, dağın ətəyində 0 metrdə temperatur olacaq 15 dərəcə. Hı -hı. O zaman gəl dağın zirvəsini tapaq da. Dağın zirvəsi nə qədər idi? -6. İndi dağın ətəyində olan müsbət 15 ilə dağın zirvəsində olan -6 arasında nə qədər temperatur fərqi var? 21 dərəcə. Sən də bilirsən ki, hər 1000 metrə temperatur nə qədər dəyişir? 6 dərəcə. 21 dərəcə üçün nə qədər hündürlük lazımdır? Əlbəttə ki, 3500 metr. Onda belə çıxır ki, bu dağın zirvəsi 3500 metr hündürlükdə yerləşir. Bizdən nə istəmişdi? Dəniz səviyyəsində olan temperaturu tapdıq 15 dərəcə və dağın mütləq hündürlüyünü istəyirdi, o da 3500 metr. Dağın mütləq hündürlüyü nə deyil? Bilirsiniz ki, okean və ya dəniz səviyyəsindən, yəni 0 metrdən təyin olunan hündürlüyə mütləq hündürlük deyilir. İki məntəqə arasında, yəni dağın zirvəsi ilə ətəyi arasında qalan hündürlük fərqinə isə nisbi hündürlük deyilir. Nisbi hündürlüyü nivellir, mütləq hündürlüyü isə barometr adlanan cihazlar vasitəsilə təyin etmək mümkündür. 17 nömrəli test tapşırığı doğru cavab olacaq A variantı. 18 nömrəli test tapşırığı deyir, coğrafi koordinatları 62 dərəcə şimal enliyi və 62 dərəcə şərq uzunluğunda olan məntəqədən yerin mərkəzindən keçməklə xəyali ox keçirilibsə, onun digər ucu çıxdığı məntəqənin koordinatlarını və bu məntəqələr aid ortaq xüsusiyyətlər müəyyən edin. Yadınızda saxlayın, bu bir qaydadır. Əgər 62 dərəcə şimal enliyi və 62 şərq uzunluğundan bir ox keçirilsə, ki, hansı ki, o ox mütləq yerin mərkəzindən keçməlidir, o zaman 62 şimal enliyindən girən ox 62 dərəcə cənub enliyindən çıxacaq. 62 dərəcə şərq uzunluğundan girən ox onun əks meridianından. Yəni 180 dərəcə çıxaq 62 dərəcə, o da bərabərdir 118 dərəcə qərb uzunluğundan çıxacaqdır. İstənilən, bilirsiniz də, əks meridian arasındakı dərəcə fərqi 180 dərəcə bərabərdir və istənilən meridianın əksini tapmaq üçün 180-dən həm meridian çıxmaq lazımdır. 62 dərəcə şərq uzunluğunun əks meridianını da tapmaq üçün 180-dən çıxdıq 62-ni və dedik 118 dərəcə qərb uzunluğu. Deməli, əgər 62 şimal enliyi və 62 şərq uzunluğundan bir ox batılırsa və ox yerin mərkəzindən keçsə, o zaman o oxun digər ucu 62 cənub enliyi 118 dərəcəlik qərb uzunluğundan çıxacaqdır. Yəni, burada olacaq 1. Seçdik mi biri? O zaman burada sadəcə bir dənə variantı var, D variantı. Və ona aid olan əlamətlər görə düzgün verilibmi? Ekvatordan olan məsafə eynidir. 62 şimal enliyinin, 62 cənub enliyinin hər ikisinin ekvatordan olan məsafələri eynidir. Və bu düzdür. Greenwich'dən olan məsafələri eyni ola bilməz. Çünki biri 118 dərəcə qərb uzunluğu, digər 62 dərəcə şərq uzunluğudur. Deməli, bunların Greenwich'dən olan məsafələri eyni deyil. Bu getdi. Mülayim işıqlanma quşağında yerləşir. Hər ikisi mülayimə düşür. Çünki biz bilirik ki, 23,5 dərəcəlik paralel ilə 66,5 dərəcəlik paralel arasında yerləşən məntəqələr mülayim işıqlanma quşağıdır. 62 dərəcə də istər 62 dərəcə şimal, istər 62 dərəcə cənub enliyi olsun, fərq etməz. İkisi də mülayim işıqlanma quşağıdır. Ona görə C düzdür. Eyni saat quşağında bunlar yerləşə bilməz. Ona görə ki, fərqli meridianlardır. Biri 62 şərq, biri 62 şərq uzunluğu, digəri 118 qərb uzunluğudur. Bunlar eyni saat quşağında necə olsun? Eyni saat quşağı o vaxt olur ki, eyni meridian üzərində yerləşsələr. 21 mart və 23 sentyabrda Günəş ekvator üzərində zenitdə olanda hər ikisinin Günəş şüalarının düşmə bucağı eynidir. Düzdür. Y düzdür. Olacaq burada 1 və ona uyğun olaraq A, C, Y. Doğru cavabımız məhz D variantıdır deyəcəyik. Asiyanın fəaliyyətdə olan və adada yerləşən vulkanların müəyyən edin. Fudziyama fəaliyyətdədir və Höns adasında yerləşir Yaponiyada. Krakatau fəaliyyətdədir və Sumatra adasında yerləşir İndoneziyada. Pinatubo fəaliyyətdədir, Asiyadadır, Filippində
biz deyirik ki Luson adasındadır. Və ad üzdür. Kulis sopkası Asya'dadır. Fəaliyyətdə olandır ama adada yox, yarımadada. Kamsaka yarımadasında yerləşir. Aso Japonya'da yerləşir. Küsü adasında fəaliyyətdə olan vulkandır. Apo Filippindədir. Adada yerləşir. Filippinin Mindanao adasında. Burada Kulis sopkasına göre B variantı doğru değil. Hekla Asya'da yerləşmir. Düzdür. Hekla adada yerləşən fəaliyyətdə olan vulkandır. İslandiya adasında yerləşir. Ama Asya'da yox, Avrupa'da. Eyjafjallajökull vulkanı da İslandiya adasındadır. Her ikisi Avrupa'nın vulkanlarıdır. Asya'nın yok. Ama buradan Asya düzdür. Şasta ümumiyyətlə Şimal Amerikadadır ve adada yerləşmir. Materikdə yerləşir. Rainier Şasta ABŞ ərazisində. Kilimanjaro materikin özündə yerləşir. Afrikadadır. Tanzaniya ərazisində. Və bilirsiniz də həm də Afrikanın ən hündür zirvəsidir. 5895 metr. Yani bu da uygun gelmir. San Pedro'da bilirsiniz ki Cənubi Amerika'da Çili ərazisində yerləşir Ant dağlarında. Bu da Asya'da değil. Krakatau uygun gelir, Asya uygun gelir ama burada Vezuvi uygun gelmir. Vezuvi iki mənada uygun gelmir. Birincisi Asya'da yok, Avrupa'da yerləşir. İkincisi de heç ümumiyyətlə adada yerləşən bir vulkan değil, axı bu yarımadada yerləşir. Apelin yarımadasında. Ona göre de biz Y variantında seçmirik. Doğru cevap olur A variantı. 20-ci sual deyir. Əlamətlərə uyğun gələn faydalı qazıntını müəyyən edin. Çökmə mənşəlidir. İndi ümumiyyətlə variantlara baxaq görə burada bizə verilən faydalı qazıntıların hansı şərt şərəsindədir? Bu məsələn dəmir filizidir. Bu məsələn polimetaldır. Bundan əzbərləməlisiniz. Bu qızıldır. Bu məsələn mistir. Bu da neftdir. Əgər çökmə mənşəli deyirsə, siz metalları, yəni filiz faydalı qazıntılar çıxmalısınız. Çünki bilirsiniz də metallar magmatik mənşəlidir. Ona görə A variantı, B variantı, Y variantı və C variantı olamaz. Çünki dəmir filizidir, polimetaldır, qızıldır, mistir. Bunlar metaldır. Filiz faydalı qazıntıdır. Bunlar çökmə mənşəli ola bilməz. Hasilatı əsasən inkişaf etməkdə olan ölkələrdə həyata keçirilir. Yataqlarını həm su hövzələrini, həm də quruda rast gəlmək olar. Neftdə biz həm quruda rast gələ bilərik, həm suda. Yəni Azərbaycandan nümunə götürsək, Azərbaycan neftinin böyük bir hissəsi, 90% Xəzər dənizindən çıxarılır, 10% qurudan. Neft ehtiyatı daha çox inkişaf etməkdə olan ölkələrin ərazisindədir, bildiyiniz kimi. Yəni, özəlliklə ərəb ölkələri. Və neft çökmə mənşəlidir. Ona görə doğru cavab belə deyirik ki, D variantıdır. Atlantik Okeanının şərq sahilində yerləşən limanlar. Atlantik Okeanının şərq hissəsi deyəndə bura Avropa sahilləri, bura Afrika sahilləri düşür. Mesela burada Houston olamaz. Çünkü Houston ABŞ limanıdır ve Atlantik Okeanın qərbində yerləşir. New York da ABŞ-ın limanıdır ve Atlantik Okeanın qərbindədir. Yeni Orlean ABŞ-ın limanıdır ve Atlantik Okeanın qərbindədir. Onu bas. Los Angeles ümumiyyətlə Atlantik Okeanının limanı deyil. ABŞ-da yerləşir və Sakit Okean sahilindədir. Yeni Orlean yine burada olmaz. Çünkü Yeni Orlean dediği ABŞ limanıdır ve Atlantik Okeanın qərbindədir. Çünkü ABŞ Atlantikin qərbinə düşür. Burada A variantı olacaq. London Böyük Britaniyanın limanıdır ve Atlantik Okeanın şərqində yerləşir. Marsel Fransa'nın limanıdır ve Atlantik Okeanın şərqinə düşür. Tam dəqiq ünvanı desəm Araq dənizi sahilində yerləşir. Genua İtalyan limanıdır ve Atlantik Okeanın şərqinə uyğun gəlir. Doğru cavab olacaq burada elə A variantı. Şərqi Zaqatala və Naxçıvan iqtisadi rayonları üçün oxşar olan əlamətləri müəyyən edin. İki tektonik zonada yerləşir. Şərqi Zaqatalanın bir hissəsi Kür tektonik əyilməsi, bir hissəsi Böyük Qafqaz tektonik qalxmasında yerləşir. Naxçıvanın bir hissəsi, böyük bir hissəsi daha doğrusu Kiçik Qafqaz tektonik qalxmasıdır. Az bir hissəsi isə Araz tektonik əyilməsidir. Yəni hər ikisi iki tektonik zonada yerləşir. Bir düzdür. Mülayim isti iqlim tipi yayılıb ifadəsi oxşar ola bilməz. Çünki Naxçıvanda mülayim isti ümumiyyətcə yoxdur. Biz Naxçıvan iqtisadi rayonunda qışı soyuq keçən yarım sərə quru çöl, yayı quraq keçən soyuq və dağ tundra iqlim tiplərini görə bilərik. Şəki-Zaqatala iqtisadi rayonunda isə qışı mülayim keçən yarım sərə quru çöl, qışı quraq keçən mülayim isti, yağıntılar bərabər paylanan mülayim isti, bütün fəsillərdə bol rütubətli soyuq və dağ tundra iqlim tiplərini görə bilərik. İnzibati rayonlarının hamısı xarici ölkəli həmsərhəddir, bu ikisinə də aiddir.
Çəki-Zaqatala alanında, Naxçıvanın da bütün inzibati rayonlarının xarici ölkələrə çıxışı var. Əlvan metallurgiya üçün xam mal bazası var, ikisində də var. Çəki-Zaqatalada polimetal var, Naxçıvanda da biz deyəcəyik ki, kifayət qədər polimetal da var, əlvan metal olaraq qızıl da var, əlvan metal olaraq belə. Milli tərkib mürəkkəbdir. Çəki-Zaqatala milli tərkibi mürəkkəbdir, amma Naxçıvan yekcinsdir. Çəki-Zaqatalada avarlar, ləzgilər, saxurlar, gürcülər, ingiloylar, udilər məskunlaşmışdır. Ona görə mürəkkəbdir. Amma Naxçıvan yekcinsdir. Azərbaycanlılara görə. Hər tərəfdən xarici ölkələ həmsərət. Hər tərəfdən xarici ölkələ həmsərət olan Naxçıvandır. Çəki-Zaqatala tamamilə hər tərəfdən biz deyəcəyik ki, məhz xarici ölkələ sərhəd deyil. Bir də burada inzibati rayonların hamısı xarici ölkələ həmsərhəddir ifadəsini biraz da aydınlıq etmək istəyirəm ki, Çəki-Zaqatalanın Balakən, Zaqatala və Qax inzibati rayonları həm Rusiya, həm də Gürcüstanla, amma Şəki, Qəbələ və Oğuz inzibati rayonları sadəcə Rusiya ilə sərhəddir. Naxçıvanda Şahbuz sadəcə biz deyəcəyik ki, Ermənistanla, Sədərək Ermənistan, İran və Türkiyə ilə, amma Kəngərli, Şərur, Babək, Zulfa və Ordubad inzibati rayonları həm Ermənistan, həm də İranla sərhəd mövqeyindədir. Naxçıvan şəhərinin isə sadəcə İranla sərhəd mövqeyi var. Doğruca burada 1, 3, 4 C variantı. Növbəti sual. Mənsəbi okean səviyyəsində olan çayın orta meyilli 2,5 metr bölü kilometr. Uzunluğu 2000 kilometrdir. Çayın mənbəyində deyir, təzyiqi tap. Çayın mənsəbi okean səviyyəsindədirsə, demək çayın mənsəbi 0 metr hündürlükdədir. Meyillik nəyə bərabərdir? 2,5. Ümumiyyətlə, meyilliyin düsturunu xatırlayaq. Meyillik nəyə bərabərdir? Meyillik bərabər çayın düşməsi bölü çayın uzunluğuna, düzdürmü? Düşmə nə deməkdir? Çayın mənbəyinin hündürlüyündən çıxaq çayın mənsəbinin hündürlüyünü. İndi baxaq. Çayın meyilliyi verilib, uzunluğu verilib. Düşmən nə qədər olduğunu bilmirik də. X bölək 2000, çayın uzunluğu olan 2000 bərabərdir. Çayın meyilliyi bərabərdir 2,5-ə də. İndi X buradan bərabərdir. 2,5-i vursaq 2000-ə eləcək 5000. Deməli, bu çayın düşməsi bərabər 5000 metrə. Aydındır. Bu çayın düşməsi nəyə bərabərdir? 5000 metrə. Düşmə nə idi? Çayın mənbəyi ilə mənsəb arasındakı hündürlük fərqi. Çayın mənsəbi nə qədər idi? 0 metr. Onda çayın düşməsi mənbəyi nəyə bərabər olacaq? Əlbəttə ki, 5000 metrə. Aha. İndi nə deyir? Çayın mənbəyini təzyiq istəyir. Çayın mənsəbi haradaydı? Okean səviyyəsində, yəni 0 metrdə. Və 0 metrdə təzyiq nə qədər olur? 760. Çayın mənbəyi harada yerləşir? 5000 metrdə. Bu 5000 metrdə təzyiq nə qədərdir? Onu tapmalıyıq. Sən bilirsən ki, hər 10 metrdə təzyiq nə qədər azalır? 1 millimetr. Bəs 5000 metrə nə qədər azalacaq? X. X buradan bərabərdir 500 millimetr azalacaqdır. O zaman 760-dan da 500 çıxanda olacaq 260. Demək, çayın mənbəyində nəzərə olaraq 260 millimetr təzyiq mövcuddur. Doğru cavab olacaq 260. Növbəti sualımız. Xəritə sxemə əsasən enlik zonallığı müşahidə edildiyi ərazilər müəyyən edin. Enlik zonallığı yadınızda saxlayın ki, düzənlik ərazilərdə olur. Enlik zonallığı bərabər düzənlik. Yəni düzənlik əraziləri seçməlisən. Məsələn 2 olmaz, 5 olmaz. Buna dağlıq ərazilər. Məsələn 4 olar. Məsələn lap 1 olar. 6 olar. Yəni bu 1, 4, 6 məsələn düzənlik ərazilərdir. Bunlarda enlik zonallığı var. Amma 3'dür, 2'dir, 5'dir. Bunlar dağlıq ərazilər. Dağlıq ərazilərdə enlik yox, şaquli zonallıq. Yəni hündürlük zonallığı olur. Burada enlik zonallığını biz 1, 4 və 6'da müşahidə edə bilərik. Doğruca 1, 4, 6 olacaq. Sonra növbəti sualımız iqlim diaqramlarının aid olduğu məntəqələrin yerləşdiyi ərazilər üçün nə istəyir bizdən? Ümumi xüsusiyyətləri istəyir. Düzdür. Aha. Bu diaqramlara gəlin nəzər yetirək. Birinci diaqramı baxanda görürsən. Birinci diaqram baxanda sən görürsən ki, temperatur 25-30 dərəcəsində dəyişir. İl boyu demək olar ki, temperatur eynidir, yağıntı il boyu bərabər. Demək, birinci diaqram bərabər nəyə? Ekvatoriyala.
İkincisi temperaturu baxırsan ki təxminən 5 dərəcəyə düşüb, 20 dərəcə çatmayıb. Yağıntı burada da demək olar ki, il boyu bərabərdir. Demək burada söhbət mülayim dənizdən gedir. Və bizdən nə istəyirdi? Bunlar üçün ümumi olan əlamətləri istəyirdi. Düzdürmü? Gəl seçək. Fəsil dəyişkənliyi hiss olunmur. %100 ikinci mülayim dənizdə 4 fəsil müşahidə olunur. Axı, ümumiyyətlə mülayim enliklərdə 4 fəsil müşahidə etmək mümkündür. Ekvatorda eləmək olunur. Daimi küləklərin təsiri altında il boyu yağıntı bərabər paylanır. İkisində də il boyu yağıntı bərabər paylanır. Belə ki, ekvatorial ərazilərə fosfatların təsirini görə bilərik. Mülayim dənizdə də qərb küləklərinin təsirini görə bilərik. Meşələrin inkişafı üçün əlverişli imkan ikisində də var. Belə ki, ekvatorial ərazilərdə ekvatorial meşələr, mülayim dənizdə də biz məsələn, enli yarpaqlı meşələr təbii zonasını görə bilərik. Materiklərin qərbində yerləşən məntəqələr isti okean cərəyanlarının təsirinə məruz qalır. Materiklərin qərbində yerləşən məntəqələr. Materiklərin qərbində yerləşən məntəqələr isti okean cərəyanlarının təsirinə məruz qalmır axı. Belə bir yanaşma doğru deyil. Alçaq təzyiq və qalxın hava hakimidir. Hər ikisində də bəli. Alçaq təzyiq, qalxın hava hakimidir. Doğru cavabı 2, 3, 5. Yəni burada bu sualın doğru cavabı 2, 3 və 5 olacaqdır. Növbəti. Yazlıq buğda əkinlərinin üstünlük təşkil etdiyi inzibati rayonlar. Dəfələrlə demişik ki, yazlıq buğda deyəndə hansı rayonlar seçməlisən? Dağ rayonlarını seçməlisən. Dağ. Çünki yazlıq buğdanı yazda ki, payda biçirsən də. Burada da dağ rayonları təbii ki, gördüyün kimi Gədəbəy və Daşkəsəndir. Gədəbəy və Daşkəsəndə yazlıq buğda var. Amma Saatlı, Ağdaş, Kürdəmir rayonlarında biz daha çox nə görəcəyik? Payızlıq buğda. Burada yazlı buğdanı istədiyi üçün doğru cavab olacaq 1 və 4. Uyğunluğu müəyyən edin. İki ölkə ilə həmsərhəddir. Bir xarici ölkə ilə həmsərhəddir. Heç bir xarici ölkə ilə sərhəddə malik deyil. Aha, gəl baxaq. Balakən iki xarici ölkə iləndir. Həm Gürcüstan, həm Rusiya. Ağdamın heç bir yəni ölkə ilə qonşuluq mövqeyi yoxdur. Beyləqanın sadəcə İranla var. Ordubadın həm İran, həm Ermənistanla var. Daşkəsənin sadəcə Ermənistanla var. Ona görə 1-ə AD, 2-yə SY, 3-ə də B uyğun gələcəkdir. Gələk situasiya. Maragöl və Batabat göllərinin mənşə eynidir. Bəli, hər ikisi uçqun mənşəlidir. Hər iki gölün ətrafında eyni iqlim tipi. Düz yer. Maragölün ətrafında qışı quraq keçən soyuq, Batabatın ətrafında yay quraq keçən soyuq. Yəni nəticə etibarilə hər ikisinin sahilində soyuq iqlim tipidir. Və eyni landşafta rast gəlinir. Bəli, hər ikisində dağ-səmən landşaftını görəcəyik. Mətnin əsasən cədvəli tamamlayın. Göllərin yerləşdiyi fiziki coğrafi rayon. Maragöl Gəncə fiziki coğrafi rayonundadır. Batabat Günlük Qapıcıq fiziki coğrafi rayonunda yerləşir. Göllərin yerləşdiyi fiziki coğrafi rayonların ən hündür zirvələri. Belə ki, Gəncə fiziki coğrafi rayonunun ən hündür zirvəsi biz deyəcəyik ki, məhz Gəmuşdağdır 3724. Gəncədə Gəmuşdağdır. Günlük Qapıcıqda da ən hündür zirvə Qapıcığın özüdür. 3904 metr. Deməli, Gəmuşdağ 3724-dür. Gəncə fiziki coğrafi rayonunun ən hündür zirvəsidir. Goranboy inzibati rayonunda yerləşir bu arada. Amma Günlük Qapıcığın ən hündür zirvəsi Qapıcıqdır. 3904 Ordubadda yerləşir. 29. Göllərin yerləşdiyi iqlim tipi və iqlim tiplərinin yayıldığı fiziki coğrafi rayonları müəyyən edin. Göllərin yerləşdiyi iqlim tipi belə ki, Maragöl qışı quraq keçən soyuqda, Batabat yay quraq keçən soyuq iqlim tipində yerləşir. Göllərin yerləşdiyi iqlim tiplərinin yayıldığı fiziki coğrafi rayonlar. Yay quraq keçən soyuğa Günlük Qapıcıqda və həmçinin Talış fiziki coğrafi rayonunda Talaş haqqında rast gəlmək olar. Qışı quraq keçən soyuğa isə Qonaq kənddə rast gələ bilərik. Qarabağ Sıra dağları fiziki coğrafi rayonunda, belə vulkanik yayla fiziki coğrafi rayonunda qışı quraq keçən soyuğa rast gələ bilər. Talış fiziki coğrafi rayonunda isə Talaş haqqında rast gəlmək mümkündür. Göllərin ətrafında yayılan landşaft və torpaq tipini müəyyən edib yazın. Göllərin ətrafında biz deyəcəyik ki,
dağ çəmən landşaftı, yəni subalp və alp çəmənlikləri yayılmışdır. Torpaq olaraqdakı dağ çəmən torpağı nə olur? Torflu dağ çəmən, ondan sonra çimli dağ çəmən, qara torpağa bənzər dağ çəmən, ondan sonra ibtidai dağ çəmən torpaqları yayılmışdır deyəcəyik. Yəni bu qədər. Yəni biz situasiya ilə bağlı əsas bu nüansları mütləq şəkildə qeyd etməliyik. Deməli, 30 sualın tam izahını sizə təqdim edim. Ümid edirəm ki, hər bir izah sizin üçün tam olaraq aydın olmuşdur. Bu qədər.